Trampdan Harvard arzusunda olanlara bəd xəbər. Xaricdən tələbə qəbul eləməyəcəklər. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın administrasiyası Harvard Universitetinin xarici ölkələrdən tələbə qəbul etməsini dayandırıb. Report xəbər verir ki, bu barədə New York Times məlumat yayıb. Trump və onun administrasiyası Harvard və digər nüfuzlu Amerika universitetləri ilə bağlı dəfələrlə açıqlamalar verib. Səlahiyyətlərin fikrincə, universitet İsrailin Qəzza zolağında hərbi əməliyyatlara qarşı çıxan Fələstinpərəst fəallardan Yahudi əsilli tələbələrin tam təhlükəsizliyini təmin edə bilməz. Bundan əlavə, Amerika Birləşmiş Ştatlarının Səhiyyə və İnsan Xidmətləri Departamenti Harvard üçün nəzərdə tutulan 60 milyon dollarlıq federal qrantı ləğv eləyib. Departamentin məlumatına görə, universitet antisemitizm, etnik və irqi ayrıseçkilik məsələlərini həll edə bilmir.